Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün dekabr ayının 11-i, həftənin cuma axşamı günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Neçə gün idi ki, Neftçala rayon icra hakimiyyətinin başçısının üst geyimi, yəni plaşı ilə bağlı xəbərlər sosial mediada dolaşırdı. Onun qiymətinin hətta 26 min manat olduğu demək xəbərləri də var idi. Amma başçı, cənab başçı özü açıqlama gətirib ki, onun plaşının qiyməti 26 min manat deyil. Əksinə ucuzdur. Nə qədərdir? Demək bu plaşı 3 il əvvəl 350 manata almışam. Bunu yayan yoldaşları isə Neftçalıya dəvət edirəm. Möhtərəm Prezident İlham Əliyevin yüksək diqqəti ilə rayonda artan iqtisadi gücü, zəhmətkeş Neftçalıların uğurlarını işıqlandırsınlar. Hesab edirəm ki, 1-ci balıq festivalı da çox uğurla həyata keçiribdir. Doğma rayonumuza xeyirli və uğurlu olsun deyə Neftçala rayon icra hakimiyyətinin başçısı bildirib.